Ağlında, qəlbində bir niyyət tut. Çaşqan bir səfərində qalxarsa, deməli tutduğun niyyətindən sevinəcəksən. Qeyd edim ki, bu bir niyyət videosudur. Diqqətlə dinləməyi unutmayın. Burada bir at görürəm. Bilirsən, at Murazdır. Sənin sevincini görürəm. Sevinç gözyaşlarını görürəm. Ailəli olub ayrılmısan, bilmirəm. Talehin qismətin yarımçıq mı qalıb, bilmirəm. Ancaq ki, talehindən, qismətindən bu səfər həqiqətən sevinəcəksən. Bəlkə də bu keçirdiyin qismətinlə bağlı uğursuz izdivaclara görə çox qınanırsan. Çox dediqodunu edirlər. Ancaq ki, həyat sənin də qarşına düzgün bir insanı çıxardacaq. Burada özünə ev eləməyə çalışırsan, burada xoşbəxt olmağa çalışırsan. Artıq deyirsən ki, mən öz ayaqlarımın üzərində duracağım. Mənim heç kəsə ehtiyacım yoxdur. Mən artıq göz yaşlarımı kiməsə görə səbəbsiz yerə axıtmayacağım. Mən həqiqətən də bugünkü gündən çox xoşbəxt olmağa çalışacağım deyirsən. İnan ki, olacaqsan. Bilmirəm, dörd divar arasında olan bir insan kimdirsə, o insanın həsrətini çəkirsən. Ya o insan səndən uzaqdadır, ya da bu insan həbsdədir. Uzun zamandır görməyə çalışdığın, qovuşmaq istədiyin bir insanla qovuşacaqsan. İnan ki, o insan da səninlə bağlı həsrət çəkir. Şərt deyil ki, sırf sənin sevgilin olsun, sırf sənin həyat yoldaşın olsun. Sənə doğma olan, sənə yaxın olan, sənə əziz olan bir insan da ola bilər. Bax, qərarının üzərində durursan, sən həqiqətən də yüksəlişi olan bir insansan. Ulduzundan, talihindən sevinəcəksən. Günəş üzərində doğacaq. Günəş səni parladacaq. Bax, burada çox mutsuz görürəm səni. Bir köşədə durursan, fikirləşirsən, bu qara buludlar mənim üzərimdən hava gedəcək. Əgər özündə bir belə sıxıntıya yenə də güc gəlmək istəyirsənsə, o zaman diqqətlə məni dinlə. Bu həqiqətən də bir niyyət videosudur. Zamanla hər şey düzələcək. Özünə yenə deyirəm, çox gözəl, şirin bir ev eləyəcəksən. Sevginin yolunu tapacaqsan, sənə dəyər verən insanları tapacaqsan. Şərt deyil ki, sırf sevgi baxımından, kişi-qadın münasibətinə görə sənə dəyər verən insanları həqiqətən də sən düzgün şəkildə tapacaqsan. Bu aralar özünə çəki düzən verməlisən. Sənin sözünü, söhbətini danışan insan sənin haqqında boş bir dedikodu edir. Sənin böhtanına, sənin günahına girir. Bu qadın xaylağı özünü sənə yaxın göstərir, əslində ilandır. Nəinki bu özünü sənə yaxın göstərir. Bu hətta ətrafındakı insanlara belə özünü çox bilmiş göstərir. Hətta elə bir çox bilmiş, elə bir necə deyim, gözü götürməyən bir qadındır ki, sənin ruzunun bərəkətini qısqanır, səni qısqandığı üçün özü geridən geriyə düşür. Sən bu aralar bağlı olduğun düşünürsən, ancaq